Sizcə cəmiyyətdə niyə müstəntiq və prokuror obrazı avtomatik olaraq qorxulu və haqsızlığın simvolu kimi qəbul olunur? Bəzən də görürdün ki, erməni adından əsgər məsəl üçün deyirdilər ki, qətlə yetirilib, amma çıxıb araşdıranda görürdün ki, bu özümüz tərəfindən olub bu hadisə. Yolun bir tərəfi hərbi prokurorluğu idi, digər tərəfi məscid idi. Bu, ora namaz qılmağa gedən müstəntiqi bir neçə dəfə prokuror axtardı. Axırda bir gün prokuror onun yanına çağırdı, dedi ya sən o binanı seç, ya bu binanı seç. Hüquq sistemində şəffaflıq azdır, yoxsa insanların gözləntiləri çoxdur? Ən yaxın iş yoldaşlarım, bildiyim adamlar gördüm ki, necə riyakarcasına bu məsələdə hərəkətlər elədilər. Qorxularından? Bilirsiniz, var qorxmaq, var yaltaqlanmaq. Bugünkü cəmiyyətdə ən çox yayılan fikir müstəntiq hər şeyi əvvəlcədən bilir, sadəcə sənəddə onu sübut eləməyə çalışır. Elə bir müstəntiq yoxdur ki, ondan kimsə şikayət eləməz.